Ona görə sələflərdən birinə sual veriləndə ki, yəni valideynin o çətinliklərinə dözmək və onların əziyyətini çəkmək, yəni onların, yəni belə baxıram, nə qədər xəstəlikdir, əziyyətdir, bütün bunlara baxdığıma görə, yəni haqqını vermiş sayılırammı? Deyir ki, əlbəttə ki, yox. Ona görə ki, onlar da sənə baxıblar, sən balaca ikən, amma onlar baxdıqları zaman səni böyütmək, səni yaşatmaq niyyəti ilə sənə baxırdılar. Yəni onlar özlərinin xəstə olmasına razı qalır ki, təki sən sağalasan, sən yaşayasan, sən böyüyəsən. Amma sən isə onlara elə baxırsan ki, nə vaxt başımdan olar. Deməli, gör, ola bilər insan baxır, amma əsas hara qayıdır yenə? Qəlbə qayıdır. Onlar baxırdılar, amma istəyirlər ki, sən yaşayasan, böyüyəsən, ölməyəsən. Amma sən isə baxırsan ki, nə vaxt tez öl, nə qədər tez olsa bir o qədər yaxşıdır. Yəni görün, yəni valideynin haqqını vermək yəni mümkün deyil. Ona görə insan yəni bu mənaları xatırlayaraq davranmalıdır ki, onun o davranışı, o yaxşılıqları ona ibadət olaraq sayılsın. Əsas da o yaxşılıqla yanaşı qeyd olunduğu kimi insanın qəlbində olan mənalardır. Qəlbində tutduğu niyyətlərdir. Yəni bunları nə üçün edir?